Salam, hər vaxtınız xeyir əziz kanal izləyicilər. Mən Aytaç Həsənova. Bugün sizlərə 2-ci sinif riyaziyyat dərsliyinin növbəti mövzunu izah edəcəm. Mövzunu izah etməzdən əvvəl bir elan diqqətinizə çatdırım ki, onlayn hazırlıq qruplarımın yerlər dolmaq üzrədir. Siz də vaxt itirmədən aşağıdakı nömrə ilə əlaqə saxlayaraq yazıla bilərsiniz. Hazırlıqlarımız həftədə 4 dəfə 90 dəqiqə olmaqla Azərbaycan dili və riyaziyyat fənni üzrə tədris olunur. Siz də övladınızın dərsi sevərək mənimsəməsini və öyrənməsini istəyirsinizsə, doğru ünvandasınız. Elə indi vaxt itirmədən siz də yazılın, dərslərimizə qoşulun. İndi isə gəlin keçək mövzumuzun izahına. Bugünkü mövzumuz çıxmaya aiddir. Çalışma 1-də deyir ki, fərqi tapın. 35-dən 1 çıxırıq. Burada yazarkən diqqətli olmalıyıq ki, təklik təkliyin altında, onluğun altında düzgün yazasın. Baxın, 35-in təkliyi 5-dir və burada təkliyin altından biz çıxmağını yazmalıyıq. Təklikdən təkliyi çıxırıq, onluqdan onluğu. 5-dən 1 çıxsaq, qalacaq neçə? 4. Yazaq. 4 və 3-ün altı görürsünüz boşdur. 3-ün altı boşdur, yəni bura 0 kimi qəbul olunur, amma qeyd olunmur. 3-ün də özünü yazırıq. Cavabımız olur 34. 6-dan 5 çıxdıq 1, 3-ün də özünü yazırıq 31. 4-dən 3 çıxdıq 1, 6-nın özünü yazırıq. 9-dan 7 çıxdıq 2, 8-in özünü yazırıq. 3-dən 3 çıxdıq 0, 4-ün də özünü yazırıq. 8-dən 5 çıxdıq 3, 6-nın da özünü yazırıq. 7-dən 5 çıxdıq 2 və 9-un da özünü yazırıq. 9-dan 9 çıxdıq 0, 2-nin də özünü yazmış oluruq. 7-dən 4 çıxanda 3, 5-in də özünü yazırıq. 6-dan 2 çıxdıq 4, 7-nin də özünü yazmış oluruq. 8-dən 4 çıxdıqda 4, 2-nin özünü yazırıq. 9-dan 6 çıxanda 3, 3-ün də özü qalmış olur. Ədəd oxundan istifadə etməklə fərqi tapmağı istəyir bizdən. Gəlin buranı silək, bizə mane olmasın. Deməli, belə. 34-dən 4 çıxmalıyıq. Baxacağıq 34 hardadır. Baxın, sizin üçün yaxınlaşdıram. Bu bizim olsun 30, 31, 32, 33, 34. Bu bizim 34-ümüzdür. 34-dən 4-ün çıxmalıyıq. 1, 2, 3, 4. Gəldik, düşdük 30-un üzərinə. Deməli, 34-dən 4 çıxanda qalacaq nə? 30. Daha sonra keçir 48-dən 4 çıxmalıyıq. 48, baxın 50, 49, bu da olacaq 48. Deməli, 48-dən 4-ün çıxmalıyıq. 1, 2, 3, 4. Gəlib düşəcək 44-ə. Olacaq burada cavab 44. Daha sonra 73-dən birini çıxmalıyıq. 71, 72, 73. Birini çıxanda olacaq nə? 72. Sonra 52-dən ikisini çıxmalıyıq. 52, 1, ikisini çıxanda qalır 50. Daha sonra 56-dan 5-in çıxmalıyıq. Bu olacaq 56. 1, 2, 3, 4, 5. Qalacaq 51. Sonra 34-dən 34. Baxın, bu 35-dir. 35-in yanındakı da 34-dür. 34-dən çıxmalıyıq 3-ünü. 1, 2, 3. Qalacaq nə? 31. Daha sonra 99-dan 7-sini. 100-dən əvvəl gəlir 99. 7 dənəsini çıxmalı. 1, 2, 3, 4, 5, 6, 7. Olacaq neçə? 90, 91, 92. 67-dən çıxmalıyıq 4-ünü. Bu olacaq 65, 66, 67. 1, 2, 3, 4-ün çıxdıq. Olacaq 63. Və 98-dən ikisini çıxmalıyıq. 99, bu da 98, 1, ikisini çıxırıq. Qalır 96. Keçirik növbəti. Mən sizə qısaca bir dənə izah verim. Tutalım ki, 46 ədədimiz. Bunu ədəd üçlüyündə təsvir edərkən 46-da 4 onluq var, yəni 40 və 6. Açılışı da bunun necədir? 40 üstə gəl 6 formasında. Keçirik
3-ə. Bir azalanı onluq və təhliklərə ayırmaqla fərqi tapın. Baxın, 29 çıxıq 3. Əvvəlcə biz təhliklərə baxacağıq. 29-un təhliyi 9, 3-ün təhliyi də 3-dür. 9-dan 3-ü çıxırıq 6. Daha sonra 29-un onluğu 2 onluğu var, yəni 20. 3-ün də onluğu yoxdur, 0 ilə qəbul olunur. Daha sonra bu ikisini toplayırıq. 20 üstə gəl 6 bərabərdir 26 olmuş olacaq. 57 çıxılsın 6. Əvvəlcə təhliklər. 7 çıxaq 6 eləyəcək 1. Daha sonra onluqlar. 5 onluğu var eləyəcək 50 çıxılsın 0, 50. 50 ilə də 1-i toplayırıq eləyəcək 51. Daha sonra keçirik növbəti 95 çıxılsın 4. Baxın, bunun təhliyi 5-dir. Və 4-ün təhliyi də 4-dür. 5-dən 4-ü çıxırıq 1. 95-in onluğu 9 onluğu var. Eləyir 90. 4-də də onluq yoxdur. Ona görə onu 0-la qiymətləndiririk. 90-dan da 0 çıxanda 90. 90 üstə 1 gəlirik. Eləyəcək 91. Daha sonra 82 çıxılsın 2. Əvvəlcə təhliklər 2-dən 2 çıxdıq 0. 80-dən də 0 çıxanda 80 qalmış olur. Və sonda da 80 üstə 0 gəlirik, 80 edəcək. Keçirik növbəti 66 çıxılsın 3 bərabərdir. Baxın, 6-dan 3 çıxırıq, qalacaq 3. 60-dan 0 çıxırıq, 60. 60-ın da üstə 3 gəlirik, 63 etmiş olur. Daha sonra keçirik növbəti 46 çıxılsın 4. 6-dan 4 çıxırıq 2. 40-dan da 0 çıxırıq 40. Və 40 ilə 2-ni toplayırıq. Cavab eləmiş olur 42. Daha sonra növbəti 59 çıxılsın 7. Əvvəlcə təhliklər 9-dan 7-ni çıxırıq 2. 50-dən 0-ı çıxırıq 50. Və 50 ilə də 2-ni sonda toplayırıq. 52 etmiş olacaq. Əvvəlcə təhliklər 1-dən 1 çıxdıq 0. Daha sonra onluqlar 60-dan 0 çıxdıq 60. Və 60-ın üstə 0 gələndə eləyəcək 60. Daha sonra keçirik 38 çıxılsın 5. 8-dən 5-i çıxırıq 3. 30-dan 0 çıxırıq 30. Və 30 ilə 3-ü toplayırıq eləyir 33. Keçirik növbətiyə. Bizə deyir ki, fərqi şifahi tapın və bir neçə cavabın doğruluğunu alt-alta çıxmaqla yoxlayın. Baxın, 25-dən 3 çıxdıq, qalacaq 22. 37-dən 5-in çıxanda 7-dən 5-in çıxırıq da sadəcə elə bil ki. Qalacaq 2, 32. 69-dan 8, 9-dan 8 çıxırıq 1, deməli 6-nı da özün yazırıq 61. 45-dən 1, 44. 58-dən 7 çıxanda 51. 99-dan 9 çıxanda 90. İndi birazdan bunu yoxlayacağıq alt-alta çıxmaqla. Səbirli olun. 75-dən 3-ün çıxanda 72. 87-dən 4-ün çıxanda 83. 48-dən də 5-in çıxanda 43 qalır. Gəlin alt-alta çıxaq. 25-dən çıxırıq 3-ü. Baxın, 5-dən 3 çıxdıq 2. 2-ni də özün yazırıq 22. 37-dən çıxırıq 5-i. 7-dən 5 çıxdım 2. 3-ün də özü. 69-dan 8 çıxıram. 9-dan 8 çıxdım 1. 6-nın da özü. Görürsünüz, yəni eyni cavabı almış oluruq. Lalənin 45 qəpiyi var. O qardaşına 5 qəpik də versə, neçə qəpik pulu olar? Baxın, Lalənin neçə qəpiyi var? 45 qəpik, düzdür? Qardaşına nə qədər verir? Qardaşına 5 qəpik verdi. 5 qəpik verdi. Əgər pulundan 5 qəpik çıxardıb verirsə, deməli bunun pulu neyniyəcək? Azalacaq, düzdür? Nə qədər pulu qalar? Gəlin hesablayaq. Baxın, 45 qəpik var idi. 5-ini verdik. Qaldı neçə? 5-dən 5 çıxdıq 0, 4-ün də özü. 40 qəpik. Alt-alta çıxaq istəyirsinizsə lap. 45-dən 5 çıxanda eləyir 40.
Cavab Lalənin 40 qəpik qaldı. 40 qəpik qaldı. Samir'in 27 oyuncaq maşını var. Bunlardan 6'sı göy, qalanları qırmızıdır. Cəmi nə qədərdir? Cəmi 27 maşındır. Göy nə qədərdir? 6 dənə. Bizə nə deyilirsə, məsələni işləmənin ən asan yolu deyilənləri sırası qeyd eləməkdir. Qırmızını isə bilmirik nə qədərdir. Baxın, cəmi 27 deyil. 27-dən 6 dənəsi göydür də. Çıxartdıq göyləri kənara qoyduq. Yerdə nə qədər qaldı? Necə hesablayarıq? Mən bütövdən o göy olanları çıxaram. Görüm yerdə nə qədər qırmızı qalacaq. Onu hesablayaram. Qalacaq 21 qırmızı. Deməli, cavab neçə qırmızı maşın var? 21 qırmızı maşın var. Keçirik növbəti səhifəyə. Burada yenə hesablamadır. Fərqi tapmağı istəyir bizdən. 20-dən 10 çıxanda səhifə deməli neçəni yazırıq? 35-i. 20-dən 10 çıxanda qalacaq 10. 0-dan 0 çıxdıq 0, 2-dən də 1 çıxdıq 1. 0-dan yenə 0, 6-dan 3, 3. 0-dan 0, 0, 5-dən də 5 çıxanda yenə 0 qalır. Yəni 50-dən 50 çıxanda 0 qalır. 0, 9-dan 7 çıxdıq 2. Daha sonra 0, 8-dən 3 çıxdıq 3. 8-dən 5 çıxdıq 3. 0, 8-dən 3 çıxdıq 5. 0, 9-dan 2 çıxdıq 7. 0, 9-dan 6 çıxdıq 3. 0, 5-dən 4 çıxdıq 1. 0, 7-dən 3 çıxdıq 4. 0, 7-dən 2 çıxdıq 5. 0, 4-dən 3 çıxdıq 1. Belə. Həll eləmiş olduq. Daha sonra çıxmada bayaq da qeyd elədim ki, yazarkən diqqətli olmaq lazımdır ki, məsələn, 17 çıxılsın 12. Baxın, indi 12-də 2 təhlikdir. Təhliyi təhliyin altına yazıram, onluğu onluğun. 7-dən 2 çıxdım 5. 1-dən 1 çıxanda 0, onu da yazmıram. Yəni, diqqət eləməliyik, təhlik təhliyin altında, onluq onluğun altında yazılmış olsun. 5-dən 0 çıxdım 5. 4-dən 2, 2. 7-dən 0 çıxdım 7. 2-dən 1 çıxdım 1. 8-dən 0 çıxdım 8. 7-dən 4 çıxdım 3. 3-dən 0 3. 9-dan 6 3. 9-dan 0 9. 9-dan 1 çıxanda 8 qalır. 8-dən 0 çıxanda 8. 3-dən də 3 çıxanda 0 qalır, onu da yazmırıq. 9-dan 0 çıxdım 9. 3-dən 2 çıxdım 1. 2-dən 0 2. 6-dan 4 2. 9-dan 0 çıxdım 9. 5-dən 2 3. Daha sonra 1-dən 0 çıxanda 1 qalır və 7-dən 7 çıxanda da 0 qalır. Onu da qeyd eləmirik. 1, 1, 5, 3, 6, 2, 6 qalır. 9, 1, 2, 3, 7, 1, 2, 6. Hesablamamız belə. Ədəd oxundan istifadə etməklə fərqi tapın. Baxın, bu olacaq 54. 54-dən 10-unu çıxmalıyıq biz. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 54-dən 10-unu çıxanda biz zaten bilirik ki, cavab 44 qalır. Yəni, birbaşa da biz onu aparıb 44-ə qoya bilərik. Daha sonra 45-dən deyir, buraya yazaq 44. 45-dən deyir 20 çıxın. Baxın, bu 45-dir, düzdür. 45-dən 20-sini çıxırıq. Olacaq nə? 25. Gəlib 25-də dayanmış olacaq. Daha sonra 63-dən 30-unu çıxmalıyıq. Bu bizim 63-ümüz. 10'unu çıxdıq oldu 53, 10'unu çıxdıq oldu 43, 10'unu çıxdıq oldu 33. Deməli, cavab 33 olmuş olacaq. 51-dən indi 20-sini. 10'unu çıxdıq 41, 20-sini çıxdıq 31 olacaq. 31. Daha sonra 54-dən 40-ını çıxmalıyıq.
54-dən 40-ın çıxanda qalır 14. Baxın. 54-dən 10-nu çıxdım, qaldı 44. 20-sini çıxdım, qaldı 34. 30-un çıxdım, qaldı 24. 40-ın çıxdım, qaldı 14. Cavab olacaq 14. 39-dan 30 çıxanda qalacaq 9. Bu da yenə eyni ilədir. 93-dən də 40 çıxanda qalacaq 53. Gəlin bunları da göstərək. Baxın. 39-dur, düzdür. 39-dan 10-nu çıxanda qalacaq 29. Gəlib 29-da dayanacaq. Səhv yerdə dayandım. Daha sonra 93-dən 40-ını çıxmalıyım. 93-dən 10-nu çıxdım 83. 20-sini çıxdım 73. 30-unu çıxdım 63. 40-ını çıxdım 53. Belə. Fərqi tapmağımızı istəyir. 67-dən 10 çıxanda olacaq nə? 57. 56-dan 40 çıxanda gəlin bunları yazaq. Burada səliqəli görünmür. 67-dən 10 çıxdıq, oldu 57. 56-dan 40 çıxdıq, oldu 16. 95 çıxılsın 50, olacaq 45. 72-dən 40-ın çıxanda olacaq 32. Daha sonra 83-dən 70 çıxanda olacaq 13. 91-dən 50 çıxanda olacaq 41. Daha sonra 82 çıxılsın 30 eləyəcək 52. 98 çıxılsın 50 olacaq 48. 87 çıx 40 olacaq 47. 52 çıx 40 olacaq 12. 92 çıx 20 olacaq 72. Olacaq 24. 56 çıx 30 olacaq 26. 44-dən də 10 çıxanda olacaq 34. Daha sonra bizə ədədləri onluq və dəlikləri ayırmaqla fərqi tapmağımızı istəyir və bir neçə misalı şifahidir həll eləyin. 58-dən 30 çıxarıq. Deməli, birinci təklikləri çıxacaq. 8 çıxılsın 0, 8. Daha sonra onluqlar. 58-in onluğu 5 onluğu var. Yazırıq 50. 30-unda 3 onluğu var. Yazacağıq 30. 50-dən də 30 çıxanda 20. 20 ilə də 8-i toplayırıq. Eləyir 28. Daha sonra keçirik növbətini yazırıq. 46-dan 20 çıxanda qalacaq 26. Həm şifahi yazırıq, həm də belə. 6. Əvvəlcə təkliklər. 6-dan 0 çıxdıq 6. Daha sonra onluqlar. 4 onluq 40. Burada da 2 onluq 20. Eləyəcək 20. Sonda da 20 ilə 6-nı toplayırıq. Eləyir 26. 82-dən 70 çıxırıq. 2-dən 0 çıxdıq. 2. 80-dən də 70 çıxanda qalır 10. 10 ilə 2-ni də toplayırıq. Eləyir 12. Cavabımız 12 olmuş olacaq. Daha sonra 69 çıxılsın 10 bərabərdir. 9-dan 10 0 çıxanda 9. 60-dan 10 çıxanda 6. Daha doğrusu 50. 50 ilə də 9-u toplayırıq. Eləyir 59. Daha sonra 29 çıxılsın 20. Qalacaq 9 şifahi olaraq. Gəlin təkliklər. 9-dan 0 çıxdıq. 9. 20-dən 20 çıxdıq. 0. 9-un da üstə 0 gələndə 9 etmiş olacaq. 52-dən 40 çıxırıq. 2-dən 0 çıxdıq. 2. 50-dən də 40 çıxdıq. 10. 10 ilə 2-ni də toplayırıq.
12. 77 çıxılsın 50. 7-dən 0 çıxdıq 7. 70-dən də 50 çıxdıq. Eləyəcək 20. 20 ilə 7-ni də toplayıram. 27. 99 çıxılsın 30. Əvvəlcə təhlilər. 99-un 9 təhliyi var, 30-un 0 təhliyi. Çıxdıq 9 qaldı. Daha sonra onluqlar. 99-un 9 onluğu var, eləyəcək 90. 30-un da 3 onluğu var, eləyəcək 30. Çıxdıq. Toplayırıq 60-dan 9-u, eləyəcək 69. Keçirik növbətiyə. Deyir, masadan neçə karandaş götürülsə 23 karandaş qalar. Baxın, 10, 20, 30, 40, 41, 42, 43. Cəmi neçə karandaş var? Cəmi 43 karandaş. 43 karandaşdan neçəsini götürürük, bilmirəm neçəsini götürürük. Qalır 23 karandaş. Baxın, azalan, çıxılan fərq. Məhsul çıxılanı tapmaq üçün azalandan fərqi çıxarlar. Yəni, çıxılan bərabərdir azalanımız 43, fərqimiz də 23-dür. Və baxırıq, 43-dən 23-ün çıxmalıyıq. Alt-alta gəlin çıxaq. 3-dən 3 çıxdıq 0, 4-dən 2 çıxdıq 2. Deməli, neçəsini çıxmalıymışıq, neçəsini götürməliymişik. 20 karandaş götürsək, cavab 20 karandaş götürsək, 23 dənə qalar. Keçirik növbətiyə. Samir və Anar hərəsi fikrində bir ədəd tutdu. Gəlin baxaq, bu Samir, bu da Anar. Samirin fikrində tutduğu ədəd 48-dən 20 vahid kiçikdir. 48 çıxılsın 20. Qalacaq nə? 28. Deməli, Samir fikrində neçə tutub? 20. Yazırıq. Cavab Samir fikrində 28 ədədini tutub. Bəs yaş Anar hansı ədədi tutub? Samirin fikrində öyrəndik ki, 28-dir. Bəs Anar, Anarın fikrində tutduğu bu ədəd, yəni bu, Anarın fikrində tutduğu ədəddən 10 vahid çoxdur. Yəni, Anarın fikrində tutduğu ədəd bundan nədir? Çoxdur. Yəni, Anarın fikrində tutduğu ədəd azdır. Samirin fikrində tutduğu ədəd isə çoxdur. Baxın, bir dəxin, bu ədəd Anarın fikrində tutduğu ədəddən, Anarın fikrində tutduğu ədəd, yəni 28-dən 10 vahid çoxdur. Samir fikrində 28 tutmuşdu. Anarın fikrində tutduğu ədədi biz bilmirik. Bundan 10 vahid çox eləyəcək 28. Toplanan cəm. Məchul toplananı tapmaq üçün cəmdən məlum olanı çıxarıq. 28-dən də 10-u çıxanda qalacaq 18. Anar fikrində cavab 18 ədədini tutub. Belə əziz kanal izləyiciləri, bugünlük bu qədər. Növbəti video izahlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.